Salam, bugün yeni il süfrəsinin əvəz olunmazı, Sovet dövrünün bizə qalan ən ləziz təamlarından olan şuba salatını klassik qaydadan çıxmamaq şərti ilə bəzi özümə məxsus nüanslarımla hazırlayacağım. Əgər maraqlıdırsa videonu sona qədər izləməyi unutmayın. İlk olaraq salatın soğanını marinat eləməklə başlayıram. Yəni bunu ona görə edirəm ki, salatda soğanın acılığı və tünd dadı hiss olunmasın. Qırmızı soğanı xırda-xırda doğrayıb üzərinə qaynar su əlavə edirəm. 5 dəqiqə sonra soğanları süzüb üzərlərinə üzüm sirkəsi və 1 çay qaşığı şəkər tozu əlavə edirəm. Soğan marinadını kənara alıb tərəvəzləri bir-bir rəndələyirəm. Bu salatda ardıcıllıq çox önəmlidir. Hər qatı əlavə etdikdən sonra çəngəllə səliqəyə salıb üzərlərinə mayonez əlavə edirəm. Salatın olmazsa olmazı siyənək balığını xırda kub-kub formalarda doğrayıram. Balıqla bu salat hər kəsin ağız dadına uyğun olmadığına görə balığın əvəzinə toyuq filesi ilə edənlər də var. Amma xatırladım ki, siz əsl şuba salatı yemək istəyirsinizsə klassik qaydada siyənək balığı ilə hazırlamalısınız. Bu salat mənim ən sevdiyim salatlar sırasında ən birincisidir. Ona görə də mən bu salatı bayram falan gözləmədən yay-qış hər zaman hazırlayıram. Gördüyünüz kimi artıq sirkə soğan qarışımını da süzüb soğanı balığın üzərinə əlavə edib qarışdırıram. Balıq duzlu olduğu üçün mən burada duzdan istifadə etmirəm. Salatı yığacağım qəlibin kənarlarını bitki yağı ilə yağlayıram və salatı yığmağa başlayıram. İlk olaraq rəndədən keçirilmiş kartofu əlavə edirəm. Səngəllə qabın kənarlarına doğru yayaraq forma verirəm. Üzərlərinə duz istiot qarışımı əlavə edib mayonez çəkirəm. Kartofun ardınca soğanlı siyənək balığı qarışımını da əlavə edirəm. Yenə də xatırladım ki, balıq duzlu olduğundan bu qatın üzərinə duz əlavə etmədən mayonezini çəkib növbəti qatı əlavə edirəm. Növbəti qatı yumurtaları da əlavə edib eyni qayda ilə duzlayıb mayonezləyirəm. Yer köküləri də əlavə edib eyni qayda ilə davam edirəm. Və ən sonuncu qat çığunduru da əlavə edirəm. Salatın üzərini bəzəməyə başlayıram. Əgər siz salatınızı daha hündür formada istəyirsinizsə, eyni qayda ilə tərəvəzləri ikinci dəfə təkrardan üst-üstə yığırsınız. Mən bu qayda ilə bəzədim. Krem torbasına mayonezi əlavə edib, salatın üzərində sanki damlalar formasında görüntü yaratmağa çalışdım. Siz də öz zövqünüzcə istədiyiniz formada salatınızın üzərini bəzəyə bilərsiniz. Salatın özünü tutub, doğrayarkən qatlarının tək-tək görünməsi üçün, ən əsası da dadlanması üçün mən 2 saat soyuducuda gözlətdim. Yaxşı olar ki, siz salatı axşamdan hazırlayıb səhərə kimi soyuducuda saxlayasınız. Baxın, burada qabın kənarlarını əlimlə sıxıram ki, salatı formadan ayırarkən kənarları yapışmasın, rahat qopsun. Və əlbəttə ki, salatı yeni il süfrəmizə hazırladığım üçün salatın kənarlarını şam ağacı budaqları ilə bəzəyib süfrəyə servis edirəm. Əzizlərim, əgər mənim günlük həyatımdan paylaşdığım storylərimlə Instagramdan da izləmək istəyirsinizsə, aşağıda yerləşdirəcəyim Instagram səhifəmə də keçid edə bilərsiniz. Səhifəmdə, kanalımda hansı reseptləri görmək istəyirsinizsə, Instagram səhifəmdə yaratdığım sorğularda aktiv iştirak edib istədiyiniz reseptin videosunu səhifəmdə görə bilərsiniz. Və bugünlük də bir videonun daha sonuna gəldik. Videomu bura qədər izləyən hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Yeni videolarımda görüşənədək hələlik.